Adınız necə oldu? Adım Ziyadır. Sizin? Pərviz. Deməli, Ziya ilə Pərviz bizimlə bir oyun oynayacaq. Bu məhsulların qiymətini tapsa 50 manat mükafat qazanacaq. İlk öncə bizə göstərəcək Almarketi hansı sosial şəbəkədə izləyirsiniz? Mən ümumiyyətlə sadəcə Instagram istifadə edirəm, elə onda da Almarketi mən izləyirəm. Ziya Pərviz, bir-birinizə kömək eləyə-eləyə məhsulların qiymətini tapa bilərsiniz. Qeyd edim ki, Almarketdə məhsullar ekonomdur, onu da nəzərə alın. Məhsulların qiyməti 18 manatdırsa, siz 17 manat desəniz düzgün cavab kimi qəbul eləyəcəm. 19 manat desəniz də düzgün cavab kimi qəbul eləyəcəm. Yəni 1 manat sizə güzəşt eləyəcəm. Ona görə yaxşı fikirləşin, bir-birinizə kömək eləyin. Baxa bilərsiniz. 2 litrlik Selskoy günə baxan yağıdır. Tabii premium çaydır, 400 qramlıq. Bir də ki, bizim südün təbii südü. Bu 3 məhsulun ümumi qiyməti nə qədərdir? Bunu 2 dedim. Bu 2 hardasa deyim sizə 1.75 manat, 1.75-2 manat arasıdır südü üstəyiz. Bu düşünün ki 7 manat bu olsa, 7. 8 olsun, Aha. 6 da bu olsun. Ümumi nə qədər elədi? 15 8, 1.75, 6, 15. Mən də qiyməti bilmirəm, baxacağam indi. O, atamana deyirdi qəbi. Digər bir orada sayın versiniz. Təbrik edirəm, təbrik edirəm. Bəli, qali sayımı olar. Gördüyünüz kimi 16 manat 7 qəpik. İlk növbədə bu məhsulları sizə təqdim edirəm və halal olsun, 50 manatı sizə təqdim edirəm. Qazandınız. Gülə-gülə xərcin. Yəqin ki, bölüşdürəcəksiniz ki, siz də dostlar, Almarketi səhifəsini izləyin və Almarketdə ekonom qiymətlərdən xəbərdar olun ki, hər an qarşınıza çıxa bilərik.